Şeyx Əli bunun özü danışır. Deyir, mən ki, gecə gündüz minbərlərdə olardım, xütbə ilərdim. Günlərin birində deyir, boğazımda problem yarandı, səsim çıxmadı. Nə qədər həkimə getdim, gördüm, xeyri yoxdur. Əlac yazırlar, dərman yazırlar, fayda verilir. Deyir, axırda Ramazan ayına az qalır. Təvəssül elədim İmam Hüseyin. Dedim ki, şəhidlər ağası. Ey şəhidlər ağası. Axı, mən elə minbərdə sizdən danışmışam da, mənim səsim niyə batdı ki? Yenə də qayıtsa, yenə də sizə xidmət edərəm. Elə bu cür təvəssül elədim. Həmən günü yatdım, yuxuda gördüm İmam Hüseyin əleyhissalam. Mənə dedi ki, Şeyx Əli, narahat olma. Sənin səsin qayıdacaq, amma bir şərtlə. Get o məclisdə otur günə, o məclisdə qızın Rüqəyyənin müsibətini desələr, ona qulaq asın. Qızın Rüqəyyə göz yaşı tökünə. Qızın Rüqəyyə göz yaşı tökünə. Şeyx Əli deyir, o cür elədim, səsim açıldı. Belə açılandan sonra birinci günlərində bunu danışır, özü danışır. Bir səsim buna görə gəldi, bu hadisi başlayır. Elə o viranədən ki, ağlamaq səsi ucaldı, Haris dedi ki, mən bilirəm, o balaca qız vardı əsirlərin arasında, o dünyasını dəyişir. Gəldilər, gördülər, elə belə olub, düz deyir. Maraqlı gəldi hamına, dedilər, Haris, sən hardan bildin bunu? Hardan bildin bunu? İndi Haris dedi ki, mən öz gördüyümü danışım sizə. Baxdı, bu uşaq sağa baxdı, sola baxdı, 2 addım atdı, oturdu yerə. Deyir, bu mənim biraz diqqətimi çəkdi. Deyir, səsimi çıxartmayacaq, görüm bu uşaq nə edir? Deyir, yenə də gördüm, biraz keçdi, bu uşaq durdu, baxdı bir sağa, bir sola gördü, yaxdıblar, yenə 2-3 addım atdı, yenə oturdu. O qədər bu davam elədi, deyir, gördüm, o Hüseynin başı sancılmış nizənin qabağında bu uşaq dayandı. 2 dəfə bir çağırdı atası. And içir Haris deyir ki, o nizədə kəsilmiş baş aşağı endi qaldı Rüqəyyəyə gəlmiş verir. Və aydın şəkildə dedi ki, balam, eşidirəm səni. Rüqəyyə dedi ki, atacan, yorulmuşam. Yorulməkdən yorulmuşam, yorulmaqdan yorulmuşam. Deyir, yenə o baş dilə gəldi. Dedi, qızım, 4 gün səbr elə, 4 gün. Deyir, mən orada bildim, o 4 gün səbr elədə bildim.